Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Zəhra Əhmədova. İbtidai miq və sertifikasiyaya hazırlaşan müəllimlərimizə dəstək məqsədi ilə əməli yazı mövzusunun izahına toxunuram. Əziz müəllimlər, bilirik ki, həm miq, həm də sertifikasiya çərçivə sənədində əməli yazılara yer ayrılıbdır. Yaxşı, əməli yazıların sayı çoxdur, mövzu olaraq genişdir və əzbərçilik tələb edir. Biz bunları necə yadda saxlamalıyıq? Necə ki, kurikulumdan taksonomiyanın mərhələlərini, eyni zamanda məsələn bilik mövzusunu keçirik, təfəkkür mövzusunu keçirik. Orada necə biz açar sözlərlə yadda saxlayırıqsa, eləcə əməli yazı nümunələrini də həmin o gedişatla daha yaxşı yadımızda saxlaya bilərik. Əməli yazı nümunələrinin sayı çoxdur. Bunların hər birini eyni zamanda, belə deyim ki, video izahda, eyni dərsdə öyrənmək olmaz. Hər birinə aid geniş şəkildə video izahlar çəkib testləri ilə bərabər kanalımızda paylaşacağam. İndi gəlin görək bugün nədən danışırıq? Bugün əməli yazı olan protokoldan danışıram. Baxın, əvvəlcə gəlin protokolla bağlı suallara baxaq və sonra açar sözlərlə protokolu öyrənək. Məsələn, baxın, birinci yazıb ki, fikirlər hansı əməli yazının xüsusiyyətləridir? Formaca sadə və mürəkkəb olur. İclasda, müşavirədə, pleniyumda söylənilən çıxışları təzahür etdirə bilir. İlk, birinci vərəq və yapışdırmaq sözlərinin birləşməsindən əmələ gəlibdir. Deyəcəksiniz ki, müəllim, bunu açar sözlə necə yadda saxlayaq? İlk, birinci vərəq və yapışdırmaq sözlərini gördünüzsə, bilin ki, söhbət nədən gedir? Təbii ki, söhbət protokoldan gedir. İndi yaxşı, gəlin protokolla bağlı bir neçə burada bizim qeydlərimiz var, ona baxaq. Protokol Yunan sözüdür. Yunanca protok ilk, birinci vərəq, kolos yapışdırmaq sözlərinin birləşməsindən düzəlibdir. Yəni, protokolu soruşsalar, deyəcək ki, Yunan sözüdür. Protok ilk birinci vərəq, kolos isə yapışdırmaq deməkdir. Yəni, ilk, birinci vərəq və yapışdırmaq sözlərini görən kimi bilin ki, söhbət nədən gedir? Söhbət gedir protokoldan. Yenə deyirəm, ilk, birinci vərəq, yapışdırmaq sözlərini gördüksə, söhbət getdi protokoldan. Sonra sədr və katib sözləri. Sədrlə katibi gördüksə, yenə biz bilməliyik ki, söhbət protokoldan gedir. Məsələn, baxın, deyir, kollektivlərdə keçirilən müşavirə, konfrans, yığıncaq, toplantı və iclasların gedişini nizamlamaq üçün sədr və katib seçilir. Sədr və katib də protokolun açar sözü ola bilər. İndi bura qədər 2 dənə açar sözü öyrəndik. Hansıları idi? İlk, birinci vərəq, bir də ki, yapışdırmaq. Deməli, nə idi? Yunanca idi. Yaxşı, əlavə ikinci hansı açar sözü öyrəndik? Sədr və katib sözlərini öyrəndik. Bir də baxın, sədrin vəzifəsi var. Sədrin vəzifəsi yığıncağı nəzərdə tutulmuş formada aparmaq, katibin vəzifəsi isə iclasın gedişini sənədləşdirməkdir. Onlar da indi işdir, sual kimi bizim qarşımıza hər bir formada sual çıxa bilər. Sual kimi məsələn qarşımıza çıxar sədrin vəzifəsi, bir də katibin vəzifəsi. Sədrin vəzifəsi yığıncağı nəzərdə tutulmuş formada aparmaqdır. Katibin vəzifəsi isə iclasın gedişini sənədləşdirməkdir. Yəni qısası sədr sözünü gördünüz, qısası katib sözünü gördünüz. İlk, birinci vərəq, eyni zamanda yapışdırmaq sözlərini gördünüzsə, bilin ki, söhbət nədən gedir? Protokoldan gedir. Yaxşı, forma və məzmununa görə protokol bir və ya bir neçə məsələni əhatə edə bilər. İndi gəlin üstdəki paylaşıma da baxaq hazırladığımıza. İndi baxın, burada yenə bayaq dediyimin xülasəsi var. Yunanca protok, ilk birinci vərəq və kolos yapışdırmaq sözlərindən yaranıbdır, açar sözlərdir. Sədr, katib seçilir. Görün, şəkillərlə necə yaxşı yadda qalır. Sədr, katib seçilir. Sonra kollektivlərdə keçirilən müşavirə, konfrans, yığıncaq, toplantı və iclasların gedişini nizamlamaq üçün sədr və katib seçilir. Yəni, sədr və katib
katibin seçilmə səbəbi də var. Sədrin vəzifəsi burada yazılıb, yığıncağı nəzərdə tutulmuş formada aparmaq, katibin vəzifəsində burada yazmışam. İclasın gedişini sənədləşdirmək. Bax, bir də müəllimlər qrupa da qeyd göndərmişdim ki, önəmli qeyd, protokolun ardıcıllığını əzbərləyin. Mən ödənişli qruplarıma bunu göndərmişəm. Naxçıvan müəllimləri qruplarına, bölgələrin sertifikasiya qruplarına, eləcə də MİQ qruplarına və orada da mən həmişə vurğulayıram ki, əsas nələrə diqqət yetirin. Yəni ardıcıllıq da mütləqdir. Bura qədəri bildik. Sonra protokoldan nə vaxt istifadə olunur, nə üçün istifadə olunur, ona da baxaq. Deməli, hər hansı bir ictimai qaydanın, qanun pozulması ilə əlaqədar tərtib oluna bilər. Yadda saxlayaq. Sonra, deməli, dövlətlərarası saziş, müqavilə bağlanan zaman yazıla bilər. Sonra, deməli, sədri katibi də gördük. Ən əsası da burada hansı sözlərdən istifadə olunur? Eşidildi, çıxışlar və qərarlar sözlərindən. İndi bu nə deməkdir? Gəlin bu hissəyə bir də diqqətlə baxaq. İndi protokolda ardıcıllıq var. Hansı ardıcıllıqdır? Təşkilatın adı, yığıncağın keçirildiyi yer, tarix geniş şəkildə göstərilir. Təşkilatın adıdır, yığıncağın keçirildiyi tarixdir, bir də yer qeyd olunur. Birinci budur. İkinci, iclasda neçə nəfər iştirak edir? İkinci budur. Sonra, əslində indi mən niyə bu birinci, ikincini burada ardıcılığı düzgün demirəm? Çünki işlədiyimiz testdə protokol sözü və onun nömrəsi vərəqin ortasında böyük hərflə yazılır. Orada bu sözü görməyəcəksiniz. Amma istəyirsiniz lap əvvəldən baxaq. Birinci necə olur? Baxın belə. Protokol eyni zamanda protokol sözünü yazırıq. Onun nömrəsi vərəqin ortasında böyük hərflə yazılacaq. Təşkilatın adı, yığıncağın keçirildiyi tarix və yer qeyd olunacaq. İclasda neçə nəfər iştirak edir, onu qeyd edəcəyik. Yığıncağı idarə etmək üçün sədrimizi və katibimizi seçirik. Gündəlik məsələlərimizi qeyd edirik. Vərəqin ortasında böyük hərflə eşidildi sözünü yazırıq. Çıxış etdilər, qərar. Axırda da nədir? Protokolun sonunda sədr və katibin adı, soyadı göstərilir və onlar protokolu imzalayırlar. Bu şəkildəki kimi. Bax, indi burada yenə deyirəm müəllimlər, ibtidai sinif müəllimlərinin qarşısına bax, suallar bu formada çıxa bilər. Hələ mən bunu filoloqlar üçün olan test banklarından götürmüşəm. Hələ yeri gələndə bəlkə də bundan da asan formada çıxar. Amma sadəcə açar sözlər sizin çox köməyinizə çatacaq. Necə ki, mən akt izah edəndə dedim ki, hadisə, hərəkət, cinayət işini görən kimi gedin götürün akt sözünü. Eləcə də, bax, indi protokolda da deyirəm ki, sədr gördünüz, katib gördünüz, ilk birinci vərəq, yapışdırmaq sözlərini gördünüz, çıxış edildi, qərarlar, bax, bu sözləri gördünüzsə, bilin ki, deməli, burada nədən söhbət gedir? Protokoldan söhbət gedir. Yəni, bax, əsas bu hissələrə fikir verin. İndi gözlüyü mən göstərəcəm. Əsas, baxın, bu hissələrə. Baxın, protokol sözü və onun nömrəsi vərəqin ortasında necə yazılır? Ardıcıllıq necədir? Çıxış etdilər, qərar eşidildi. Bax, bunların hamısının ardıcıllığına fikir verin. Yaxşı, indi gəlin müəllimlər, bax, bunu testlərimizin üzərində tətbiq edək. Bir daha baxaq. Bax, deyir fikirlər hansı əməli yazının xüsusiyyətləridir? İlk, birinci vərəq və yapışdırmaq sözlərin gördünüz, götürün protokol. Gördünüz nə rahatdır, daha fikirləşməyə ehtiyac yoxdur. Verilənlərə aiddir. İclasda iştirakçı sayı göstərilir, bayaq dedik. Yığıncağı idarə etmək üçün sədr katib seçilir, qərar hissəsi olur, vərəqin ortasında adından sonra sıra nömrəsi olur. Dedik ki, protokol ortada yazılır və sıra nömrəsi də protokol 1 qoyulur. Deməli, söhbət nədən gedir? Protokoldan gedir. İndi üçüncü sualda da protokolun tərtib olunma ardıcıllığı idi. İndi burada protokol nömrə 1-i verməyiblər. Elə bil ki, biz birdən sonraya baxırıq. Deməli, birinci növbədə nə yazırıq? Bax, bu ardıcıllıqda yığıncağın yeri, təşkilatın adı əks olunur. Birinci gəlir 5. Sonra iclasdakı iştirakçıların sayı göstərilir. Sonra gəlir 3. Sədr və katibimizi seçirik 2. Gündəlik məsələlər qeyd olunur 1. Deməli, vərəqin ortasına böyük hərflə eşidildi yazılır 4.
5, 3, 2, 1, 4. Bax, bu da nə oldu? Bizim protokolumuzun tərtib olunma ardıcılığı oldu. Yəni sabahların sizin qarşınıza çıxar ki, tutaq ki, sədr və katib seçilir. Bunu hara yazmalıyıq? Neçənci ardıcıllığa? Yığıncağın yeri, təşkilatın adı əks olunur. Baxın, bayaqları burada dedik axı. Baxın, yığıncağın keçirildiyi tarix və yer, iclasda neçə nəfərin iştirak etməsi, sədr və katib, gündəlik məsələlər eşidildi, çıxış etdilər, qərar. Bax, bu forma ilə də gedirik. Hələ yenə deyirəm ki, mən bunu xülasə şəklində, yəni qısa formada da sizə təqdim edə bilərdim. Qısa formada, yəni şəkil formasında da, amma istədim ki, bir daha da mənim belə deyim, dilimdən də eşidəsiniz ki, bunlar çətin mövzu deyil. Sadəcə hər gün mən kanala yüklədikcə və yaxud indi göndərdikcə, paylaşım elədikcə siz tez əzbərləyin. Yəni elə edin ki, artıq onlar üst-üstə gəlib çətin olmasınlar sizin üçün. Hər gün vaxtında öyrənsəniz, həm Naxçıvan müəllimləri 10 maya qədər öyrənər, həm də bölgələrimizi sertifikasiyaya hazırlaşan müəllimlər və miqçiləri də iyun və iyul aylarına qədər bunu öyrənib rahatlıqla mənimsəyə bilərlər. Sağ olun.